Güvənin sınağında istifadə olunmuş suallardır. 31-ci suala baxsaq, mümkün buxarlanma 1200 mm, rütubətli əmsalı isə 0,4 olarsa, orta illik yağıntıların miqdarını hesablayın. İlk öncə rütubətlənmə əmsalının düsturunu xatırlayaq. Orta illik yağıntının miqdarını bölürdük buxarlanmaya. Bizə verilmiş göstəriciləri qeyd edək. Rütubətlənmə əmsalı 0,4-dür. Yerinə yazıram. Yağıntının miqdarını bizdən soruşur. Ona görə bəlli deyil. Yağıntı yerində qeyd olunur. Buxarlanma isə artıq burada qeyd olunub. 1200. Buradan yağıntını tapmaq üçün 1200-ü 0,4-ə vururam. Bu da 480 mm edər. Yəni B variantı.